Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bir müştərimin fərqli istəyi üzrə robot kostyum hazırladım. Robotlar yarışması idi. Siz həm ola bilər ki, baxıb övladınız üçün hazırlaya bilərsiniz, yaxud da başqa detallara götürüb özünüz üçün istifadə eləyə bilərsiniz. Ümid eləyirəm işinizə yarayacaq bir video olacaq. Uşaqlar çox sevdi. Hətta Yəhəgil hazırlanmasını görüb məndən ayrıca hərəsi bir kostyum da istəyib, onlara da söz vermişəm. Bunu nümayiş üçün Nura giydirdim, çıxartmaq istəmirdi. Geyimin arxa hissəsinə də zamok bağladım ki, uşaqlar üçün daha rahat olsun. Həm başdan keçirmə hissəsi, həm də qolları geyindikdə çətinlik yarada bilər. Və zamoku da elə seçin ki, alt hissəsi tamamilə açılsın. Mən əvvəlcə qapalı zamokdan istifadə elədim, daha sonra dəyişdirdim. Bu formada hazırdır. Kostyumumuzu hazırlamaq üçün lazım olacaq ləvazimatları göstərəcəm. Belə borudur, izolyasiya borusudur. İnşaat materialı satılan yerlərdən ala bilərsiniz. Metr yarım, 1 metr 60 santimetr alsanız bəs eləyəcək. Bu adi lollipop qapaqlarıdır. Bu isə yeni il oyuncağının yarısıdır. Geyim üçün zamok lazım olacaq. Və belə uşaqlar üçün oyuncaq yerindən aldım. Adını özüm də bilmirəm. Şəkildə göstərdim, tapıb verdilər. Müxtəlif rəngli fomeranlar lazım olacaq. Zərləmə maçakası və şönül deyilir. Tüklü sim də deyə bilərsiniz axtarışda. Ürək ritmini göstərmək üçün simvolik olaraq ondan istifadə eləyəcəm. Qəlib olaraq belə bir ulduz kəsmişəm. Ondan istifadə eləyib müxtəlif rəngli ulduzlar hazırlayacağam. Ümumilikdə bizə 4 ədəd ön hissəyə, 2 tərəf yanlara cəmi 4, 8 və 2 də buynuzlar üçün lazım olacaq 10 dənə ulduz kəsməliyik. Əvvəlcə kardondan kəsirəm. Biraz həcmli olsun, yəni kostyumun ön hissəsinə yapışdıranda tam kardona bitişməsin. Biraz kardondan qabarıq olmasını istəyirəm. Ona görə də kardondan qalınlıq əldə etmək üçün istifadə elədim və kənar haşiyələri qapatmaq üçün eyni fomerandan bu formada kəsib yapışdırırıq. Rəngarəng ulduzlarımız tam hazırdır. Arxa hissəsini birbaşa yapışdıracağıma görə kardona maçaka kəsmədim. Baş hissə üçün belə bir hazır qutum var. Onu istifadə eləyəcəm. Olmasa əlinizdə böyük qutudan kardondan özünüz də qutu hazırlaya bilərsiniz. Ön hissəni kəsib çıxardırıq üz üçün və alt hissəni kəsib çıxardırıq ki, başa keçirtmək üçün. İçəri hissədəki kardon çıxıntıları kleyləyirəm və orada ağ kardon yapışdıracağım ki, üz hissədən baxdıqda maskanın içi daha gözəl görsənsin. Həm səliqəli, həm möhkəm oldu bu formada və üz hissəyə çəhrayı kağız yapışdıracağım. Bunun rəngini dəyişə də bilərsiniz. Mənə şəkildə göndərilən modeldə əsas detalları dəyişmədim müştəri istəyi üzrə. Yəni, necə deyim, çox kiçik detalların üzərində işləmişəm. Əsas olaraq ana fikir eyni qalmalı idi və orada da çəhrayı çərçivə var idi
və hətta mən biraz əlavə kənar kant yapışdıracağam maskaya. Amma yəni dediyim kimi böyük hissələrdə dəyişiklik eləmədim. Mərkəzi hissəni qeyd eləyib buynuzlar üçün dəlik açırıq ki, təkcə üzdən yapışdırsaz çox etibarlı olmayacaq, qopa bilər. Ona görə içəri hissəyə keçirdim deyə belə dairəvi dəliklər açdım. Yəni həm yapışdıracağam, həm də içəriyə keçirdəcəm ki, daha yaxşı yapışsın. Elə möhkəm oldu ki, hətta inanırsınız, kley vurmağa belə ehtiyac qalmadı. Amma yenə hər ehtimala qarşı silikon kley də vururam. Onu da qeyd edeyim ki, buynuzlar üçün ulduzları biraz qalın hazırlamaq üçün belə penoplastdan kəsmişəm. Əlinizdə penoplast yoxdursa, 2-3 qat kardondan istifadə edə bilərsiniz. Heç bir fərqi yoxdur. Bu alt bazadır, görünməyəcək və borunu keçirdə bilmək üçün biraz əritdim. Əgər kardondan hazırlayacaqsınızsa, kardonun bu hissəsini kəsib çıxarda bilərsiniz. Və kostyumumuzun kask hissəsi hazırdır. Çox kiçik detalları saxlamışam, qulağı, ön hissənin çərçivəsi. Və onu da deyim ki, geyimdə ön hissəni bütöv, arxa hissəni 2 parçadan hazırlayacağam ki, geyim rahat olsun və zamokla bitişdirəcəm. Onu da qeyd eləmək istəyirəm ki, bu zamoku yapışdırdım və videonun bu hissəsini götürmürəm, çünki hazırlanma qaydasını sizə göstərəcəm. Amma bu zamokdan istifadə eləmədim, daha sonradan dəyişdim. Əlimdə bir neçə zamok modeli var idi və yanlışlıqla mən alt hissədən açılmayanı yapışdırmışam. Yəni belə deyim, bu geyimi rahat geyə bilmək üçün tamamilə zamoklar bir-birindən ayrılmalıdır. Yəni açdıqda kurtka zamoku kimi, gödəkçələrin ön hissəsində olan kimi birbaşa zamok açılıb bağlanmalıdır. Və ona fikir vermədən burada zamoku yapışdırıram. Amma dediyim kimi bu hissəni çıxartmadım ki, ümumi qaydasına baxasınız. Belə açılıb bağlanırdı və daha sonra dəyişdim. Daha sonra yan tərəfləri yapışdırırıq və yapışdırmamışdan öncə qol üçün dəlik açırıq. Qolları keçirdib daha sonra yan tərəfi yapışdırın ki, daha səliqəli olur və rahat olur həmçinin də. Kiçik dekorları yapışdıranda çəkmişdim. Necə olubsa videom silinib. Baxın, qulaqları bu formada yapışdırıb sadəcə bəzəmək üçün maçalka yapışdırdım, fomeran yapışdırdım. Ön dekorları da bu formada zövqünüzə uyğun kəsib kiçik hissələrdən istifadə edə bilərsiniz görüntü üçün. Ayaq və qol hissələrə hər birinə 30 sm-lik uzunluq kəssəz kifayət eləyəcək və hər tərəfi həm səliqəli görüntü üçün, həm fərqli görüntü üçün bu formada oyuncaqları, qırçın oyuncaqları deyək, adını da bilmirəm, bu formada yapışdırdım. Zamoku artıq dəyişmişəm. Kostyum tamamilə açılıb rahat formada geyinilir və qol hissəni içərdən göstərdim ki, həm kleylə yapışdırmışam, həm kağız skoçla yapışdırmışam. Bir daha qeyd edirəm, təəssüf ki, videomun həmin hissəsi silinib. Bugünlük bu qədər. Bizi izlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Növbəti videolarda görüşənədək kanalımıza abunə olmağı, videolarımıza rəy bildirməyi unutmayın.